Ana, bir dənə tez bura bax. Bu kişini tanıyırsan sən? Kıza, bu kimdir? Bu kişi kimdir eve salmışsan sen bunu tanıyorsan? Ben hardan neyim bu kişini? Sen de neyim kıza? Ben cevap ver. Ana sən bunu tanımırsan, adı Marifdir. Səni belə çox gözəl tanıyır. Neyini məcburi gəlib girib içəriyə. Sən ki bunu tanımırsan? Kıza, Marif kimdir? Beraçı dakika ben bu kişini tanımıram. Sen bu kişiyi eve ne salmışsan? Çünkü senin başın, kalkın kişini ne bilir? Tanımıram onu kime mand olsun. O kişi oturup ya belli başta. Bu şəkili çəkdirəndə tanımırdın? Hə ana? Hə səsinin həyəcanından bilinir hələ. Səsinin həyəcanından bilinir. Mən ana o qədər pis oldum ki, indi bu dəqiqə mənim gözlərim dolub boşalır. Ya sən belə qadın imişsən sən. İndi gəlib deyir ki, məndən küllü miqdarda pul alıb, getsin mənə pulumu versin. Zaksaz girmisən ondan, hə? Atanın coru için ben bu kişini tanımıram. Bu kimdir? Benim oxşandır, beni oxşayır. Deli sen benim nəsəm? Pul, ben satan kişiden pul aldım. O kişini ben tanımıram, kıza. Kül başma bu. Bu şəkil mənim şəkilimdir. Mənim böyle geyimin de yoktu axı. Kül onun başına, bu kişi adı mənim şəkilimdir. Bəli de qoyub siləməyəm əlli başı. Kül başma. Tanımıram, bərəkədə andolsun tanımıram. Yok. Oturub sözü də getmir, səni gözləyir. Sən gəl özün şey elə. Mən yəni ana mən hər kəsdən gözləyərdim bunu, hə? Mən səndən gözləməzdim. Sənin əxlaqın, mərifətin, qanacağın, qeyrətin. Yəni səndə bunlar hamısı var idi də. Var idi, sən necə eləyərsən belə? Allah'a olsun. Benim əxlaqım, mərifətim, zadım hər şeyim yerindədir. Amma bərəkət haqqı mən sən almamışam. Atanın görünə anısın mən bu kişini tanımıram. Kimdir bu Marif aranı uğraşır mən tanımıram bunu. Bərəkət haqqı tanımıram. Nəyə inansın əli basım mən. Mən bu kişini tanımıram. Arsız oğlu arsız. Gəb evimə də girib. Kilonun başına tanımıram bu kişi. Mən üçün şübhəliyəm səndən. O əgər sən deyirsənsə gəl kişinin özün danış. Özün şeylə vəbşi göndərirəm sizə. Göndərirəm gəlsin sizə, sən özün yoluna, qaydasına qoy. Sən onunla qucaqlaşanda o şey deyərdi. O qırmızı ayaqqabıları harda? Mən bütün paltarlarımı siz alırsınız. Sizlə gedirəm alamağa, tək gedirəm paltarlarımı alamağa. Mənim paltarım var, sumkam var. Ömründə qırmızı ayaqqabı geyinməmişəm mən. Bax, mən deyirəm, ona mənim başımı qoyublar ora. Mən deyirəm. Bəxtəbər olanım ki, sumkama baxır çiynimdə. Nə paltarlar mənimdir, nə o kişini tanıyıram. Vallahi, bərəkət haqqı, Allah haqqı. Mənə inanın ki, mən belə şey eləyərəm. Ki sizin başınıza, mənə inanmır, kişi inanırlar. Mənim ömrümdə qırmızı ayaqqabım olmayıb. Mənim belə paltarım olmayıb. Mən belə mərifətsiz, ləyaqətsiz, hə? Sən anıma inanmırsan, o kişiyə inansan? Alıb çalışı kimi arvadı mənə oxşayıb gətirib ki, sənin anındır. Yalan danışır. Yalan danışır. Sən mənə inan, o kişiyə inanma. Mən belə əxlaqsız qadın deyirəm mən. Mənim qırmızı ayaqqabım ömründə olur. Gəl axtar mənim evimə. Gör qırmızı ayaqqabı var evdə. Ana, bu Marif əmi deyir ki, mən onu orada aldım onun üçün. Qırmızı ayaqqabı zat öz evimizdə. Bir gecə də məndən qaldı. Sən haçan gecə gedib qalmısan? Haçan getmisən? Sən bir dəfə Lənkərana gedirəm deyə getdin o günlərdə. Lənkərana dedin gedirəm. Sən onda ora getmisən? Hər şey daşlar necə yerinə oturur? O daşlar necə yerinə oturur? Necə artıq puzzle hazır gözümdə görsənir. Puzzle'ın bir daşı gəldi yerinə oturdu. Puzzle dəqiq gözümdə rəsm canlandı. Hə? Daşlar necə oturdu yerinə? Gördün? Heç bir şey. Nə puzzle deyirəm? Puzzle Mahir'in bu hayanlarına, gözünə, ürəyinin başına. Nə puzzle almışam mən? Nə puzzle deyirsən sən? Puzzle, Marif haram poxu gəlib çıxdı meydana, Marif. Bir də bu qalmışdı. Bu çatmırdı hələ, Marif'in çatmırdı. Hasan mənə apardı bir gecə. Küstərin baş olsa, o kişi inansan, mənə inansan. Neçə illi anı inanmır, xalqın kişisini olacaq. Nə deyirəm, Marifdir, nədir, haranın zibilidir. Gəlib oturub evimdə, nə daş? Daş çatmışsan mən üçün, nə daş gətirmişsən? Daş var. Gicin qızı gic, biz ağıllı başlar, başa düşün, kimdə haran gəlib peyda oldu Marif. Neysə deyə bilmərəm ana. Daha görünən köy kılavuz da istəməz. İndi gəl özün bu işin araşdır gör nədir. Bu kişi kimdir? Bunun qoynuna hasan girmisən, neynəmsə, hələ üstəlik kişi zavra çıxacaq. Zavra çıxacaq bu şəkillərlə. Təsvir elə sənin üçün bütün bir zavr çağıracaq sənin verilişə. Sən işi gözlə, axşam o verilişi gözlə. Sən kişi deyir ki, mən zavra gedirəm. Görünən mən zavrun verisi çağırım. Mənim zavrun verisini gelməyə, mənim əyin başım var. Fərbaşı ayaqqabım da yoxdur, paltarım yox. Saçım kraska istəyim. Mən gündə zavrun verisi gidəcəm, gəldim. Nə var bu Marif köpək oğlu hardan peyda oldu. Mən çağıtdırır ora. Mənim evim yıxıldı, mən neyniyim? Mən hara gedim? Mən deyirəm o, vallahi, billah, Allah belə, iman belə, Quran belə o deyirəm. Nə poxa düşdüm mən. Onu zarın versin zaten qoyub eləmə. Mən gündə zarın versin gezənəm. Taksımla mənim evimi yıxar da.
O çin rəddəyə gözlə gəlsin, mən gəlirəm o kişinin də ağzıma gələn deyərəm, poq qoyarım o kişinin evdən qovarım köpəyi. Yox, peyda oldu yəni. Mənim ərim öldü, bildi, üzərində getdim. Çünki bu kişinin başına adam tıxlayıb giz oğlu giz. Sən o verilişə üzü paltar axtarsan geyinməyə. Deməkdən ki, mən deyirəm, mənim sübutum, hər bir şeyim əlimdədir. Hara gedir, çıxır, çıxsın. Sən əgər bunu düşünən o ana olsun, sən o verilişə ayaqqabı axtardın, saça rəng qoydurursan. Demək ki, bunun altında nəsə var da. Vəbşi sən gəl, uzadır burada. Uzadır gəl özün. Marifdir, nə tarifdir, nədir, onu qoyma geçsin. Mən gəlirəm, alnım ağdır, üzüm açıqdır. Mən gəlirəm ora, onun yanında mənim alnım ağdır, üzüm də açıq. Mən gəlirəm, o poq qoyarım marif içində. Gedər ağlı başına gələr o marif. Köpək oğlu gəlib evimdə oturub arsız da. Çıxan da atıb belinə. Git köpək oğlu. Mənə inansın, o gəlirəm. O çiçin bıraxma gəlirəm, onun evini yıxaram indi. Yaxşı. Bir də mənə yığma, mən çıxdım evdən. Vay yoxumdur mənim. Gəlirəm.